Bu videoda tədbirin digər spikeri, İtaliyanın Quno şirkətinin elmi direktoru Alessandro Perra isə mühazirəsində xəttli yanaşmadan sistemli təbabətə gedən uzun yolun təfərrüatları barədə məlumat vermiş, xroniki iltihabın inkişafından ətraflı danışmış, kiçik dozalı preparatların iltihabi xroniki xəstəliklərdə təsir mexanizmlərini geniş izah etmişdir. Kiçik dozalı preparatların istifadəsi sağlamlığa heç bir zərər vurmadan orqanizmin pozulmuş funksiyalarını bərpa edir, çətin müalicə olunan xəstələrdə uğurlu nəticələr almağa imkan verir. Mənə elə gəlir ki, biz artıq başlaya bilərik. Təşəkkür edirəm ki, məni bu tədbirə dəvət eləmişsiniz. Təşkilatçılara və sədriyyətə minnətdarımı bildirirəm. İtaliyadan sizinlə danışaram. Mən bu mövzunu seçdim. Çünki həm bilirsiniz, həm görürsünüz ki, xroniki xəstəliklərin müalicəsi ən gündəmli problemlərdən, məsələlərdən biridir. Gəlin baxaq, nədən bu çox vacibdir. Belə. Nədən kiçik dozalı farmakologiya yanaşması xroniki xəstəliklərin müalicəsində nədən effektivdir? Bilirsiniz ki, tədricən dünya əhalisi yaşlaşır. Bu tək məsələ deyil, xroniki xəstəliklərin yayılması da artır və Allaha şükür və ömür uzunluğu artır. Bu deməkdir ki, orqan və toxumalar daha uzun müddət fəaliyyət göstərməlidir və nəhayət, lakin sonuncu məsələ olmayan bir məsələ var ki, degenerativ xəstəliklərin faizi getdikcə artır ki, burada struktur və funksiya itkisi baş verir. Burada iki əsas sözdür, struktur və funksiya. Bu, tibb elminin əsas dilemmalarından biridir. Biz bilmirik ki, struktur dəyişikliklər funksional pozulluqlara gətirirmi, yoxsa əksinə. Bu iki şəkildən biz görə bilirik ki, biz hələ də bunu bilmirik. Funksiyanı dayandırsaq, biz strukturu itiririk. Struktur dəyişikliklər baş verəndə isə funksiya da tam dolğun olmur. Məsələn, bu halda hərəkət funksiyası. Struktur və funksional pozunluğun çox gözəl bir nümunəsi bu sarkopeniyadır. Həm maraqlı, həm qorxuducu bir nəticələrdir. Məsələn, biz görürük ki, yaş artdıqca əzələ kütləsi necə itir? Biz hər 10 ildən bir, 40 ildən sonra, 40 yaşdan sonra hər 10 ildən bir biz əzələ kütləsinin 8%-ni itiririk. Və daha pisi odur ki, 70 yaşından sonra biz əzələ kütləsinin 10%-ni hər 10 il itiririk. 15%-ni itiririk. Bu çox gözəl bir misaldır ki, əzələ struktur itkisi nəyə səbəb olur? Bəzi şəkillərə gəlin diqqət yetirək ki, xroniki vəziyyətlər hansı zədələnmələrə səbəb olur? Məsələn, burada biz görürük ki, biceps əzələsinin bir hissəsidir. B şəklində biz görürük ki, əzələ yaxşıdır. C və D şəkillər daha maraqlıdır. Burada görürük ki, çəhrayı rəngdə bu miofibrillərdir. Ağ isə birləşdirici toxumadır. Biz görürük ki, çəhrayı hissə daha çoxdur. Orta dərəcəli sarkopeniyaya biz baxsaq, biz artıq görürük ki, xroniki iltihab səbəbindən olan zədələnmə, yəni fibrozlaşan toxuma, bu B toxuması, bu çox vacib bir şeydir. B şəklində biz bunu görürük. Mikroskopiya isə də biz daha aydın görürük ki, miofibrillər, yəni çəhrayı sahələr, onlar ağ sahə ilə təyin edirlər ki, bərabərdir.
Bu toxumanın sonunun başlanğıcıdır. Son ise budur. Bu B, C, D ola bilər. A-nı mən göstərməyəm, bu ultra səsdir. Burada görürük ki, ağ rəng qorxuducu dəvədə yayılıbdır. Bu fibrotik toxumadır. Bu fibrotik vəziyyətə gətirən iltihabi prosesin pik nöqtəsidir. Bu tək əzəllərdə baş vermir. Bu eyni zamanda parenhimatoz orqanlarda baş verir. Radiografik görüntülərə biz görürük ki, fibrotik dəyişikliklər ağciyərdə nəyə səbəb olur? Məsələn, COVID-dan sonra bəzi xəstələrdə biz bunu gördük. Ən böyük parenhimatoz orqanda, beyində də bu baş verə bilər. Çox gözəl histoloji baxımından gözəl beyin strukturunu görürük. Görürük həm ön nahiyədə, həm də kəsikdə biz görürük. Alzheimer beyində isə hansı zonalar nə dərəcədə atrofiya məruz qalmışdır? Bu C şəklində alın gicgah nahiyəsində baş verir. Hipokampuska və əsas mədəciklərdə D şəklində hansı dəyişikliklər baş verir? Bu da biz xüsusilə aşağı dərəcəli iltihabi prosesləri biz nəzarət eləməsək, nələrə bu səbəb ola bilər, biz bunu görə bilirik. Qırmızı və qara hərflərlə göstərilmiş məlumatlara diqqət yetirin. Alzheimer xəstələrində bu kəsiklərdə 70 yaşında olan bir xəstədir və sağlam xəstəyə baxın, 70 yaşında. Mikroskopiyada biz görürük ki, miloid angiopatiya və ya nevrotik plaklar burada əmələ gəlir. Bu da qapalı bir sikldir. Bu struktur və funksional itkisinin bir-birinə səbəb olmasının bir gözəl bir nümunəsidir. Aşağı dozalı dərman vasitələrinin istifadə olması belə aşağı dərəcəli iltihabi proseslərə gözəl təsir edir. Bu iceberg konsepsiyası da çox gözəl izah olunur. Elə mən seçdiyim mövzu ilə də bağlı bu gözəl, uyğun bir prinsipdir. Açıq dozdur və hiperoksidatsiya kimi metabolik triggerlər digər iltihabi triggerlərlə birlikdə, məsələn, ekoloji, infeksion, emosional və digər triggerlərlə birlikdə ki, biz sistem təbabətində biz metabolom, oksidom, eksosom ki adlandırırıq. Onlar inflamazomların aktivləşdirməklə onlar aşağı dərəcəli, davamlı, uzun müddətli aşağı dərəcəli iltihab prosesinə səbəb olurlar. Uzun illər biz bu iltihab reaksiyasının əlamətlərini görmürük, ancaq o altdan işləyir. Və gözə görünən, icebergin görünən hissəsi gözümüzün qarşısında olanda biz onda başlayırıq görməyə ki, nələr baş veribdir. Yəni, struktur və funksional pozuntular. Amma hamımız bilirik ki, bir çox halda bu artıq terapevtik müalicə üçün artıq gec olur. Mən indi sizin və öz diqqətimi hazırda aşağı dərəcəli xronik iltihab konsepsiyasına yönəltmək istəyirəm. Bu, belə deyək, bu xəstəliklərin anasıdır. Və biz bu xronik iltihablara konkret müdaxilələr eləsək, biz məqsədimizə nail ola bilərik. Bir neçə iltihabi triggerlərin bir nümunəsini mən sizin nəzərinizə çatdırmaq istəyirəm ki, onlar daim olaraq bizə təsir gedir. Bu metabolik asidozdur. Bu toxuma asidozudur, amma o aşağı dərəcəli metabolik asidoza səbəb ola bilər ki, o da
aşağı dərəcəli iltihabın əsasını təşkil edir. Bu tək mən deyil ki, mən bu məsələlərə diqqət cəlb eləmək istəyirik. Bütün bu nəticələrə diqqət cəlb eləmək istəyirik. Bu çox maraqlı Open Heart jurnalının bir məqaləsidir. Tək başlığa baxın. Aşağı dərəcəli metabolik asidoz 25-ci əsrin ictimai səhiyyəsinin böhranı olan xronik xəstəliklərin səbəbidir. Bütün dünyada. Reaktiv oksidativ triggerləri biz götürdük. Onlar RFK1-in aktivləşməsinə, translokasyon amilə təkan verir və hipoksiya əmələ gətirən faktor bu iltihabi xəstəliklərdə böyük rola səbəb olursa. P53, NRF, onlar bu amillər iltihaba səbəb olur və bu prosesin əvvəlində biz bunu dayandırmasaq, biz məcburən inflamazonun və NLRP3 inflamazonun aktivləşməsi ilə ortaya çıxan xroniki iltihabla qarşılaşacağıq. Bu məqalədə inflamazonun mahiyyətini görürük. Bu inflamazon stres, ümumi mənada streslə iltihabla fibrozom arasında hansı əlaqələndirici rolu oynadığını biz görürük. İnflamazom, yəni o bəzi hüceyrələrin, xüsusilə immun hüceyrələrin içində olan proteinlər toplumudur. Həmən bu inflamazom iltihab cavabı reaksiyasında prosesi tətikləyir. İltihab güclü deyilsə və hüceyrənin özünü tənzimləmə qabiliyyəti saxlanıbsa, inflamazom gözəl bir iş görür. Yəni, immun reaksiyasını aktivləşdirir. Amma trigger, tətik, çox istənilən tətik güclü olsa, yəni patogen əlaqəli molekulyar mexanizmlər, eyni zamanda molekulyar metabolik mexanizmlər burada çox güclü olsa, onda inflamazom həddindən artıq aktivləşir və müəyyən siqnallar vasitəsilə, xüsusilə CASP1 və digər elementlər vasitəsilə qeyri-aktiv proinflamator sitokinləri, məsələn, interleykin 1-beta və 18-i, onları aktivləşdirir, interleykinləri ümumiyyətlə aktivləşdirir. Bu da interleykin 6 stat 3 mexanizmi işə salır ki, nəticədə fibroz əmələ gəlir. Fibroz isə artıq ən pis nəticədir ki, biz struktur və funksional dəyişikliklərə səbəb olan dəyişiklikləri görək. İstənilən toxumada biz bunu müşahidə edə bilərik. Ona görə də ən vacib mediator interleykin 6-nı nəzarət altında almalıyıq. Xüsusilə müalicə olunmayan iltihab hallarında. Baxın, hörmətli dostlarım, bir çox halda biz buna səbəbkar oluruq. Çünki biz yanlış müdaxilələr edirik hərdən. Məsələn, qeyri-steroid iltihab əleyhinə dərman vasitələri ilə müdaxilə edirik ki, onlar qısa müddətdə istifadə olunmalıdır. Əslində, biz onu uzun müddət istifadə edirik və ədəbiyyat da göstərir ki, stat 3 siqnal mexanizminin inflamazonda aktivləşməsi fibroblastların aktivləşməsinə səbəb ola bilər. İnflamazomun çox degenerativ xəstəliklərin etiologiyasında mahiyyətini vurğulamaq üçün sarkopeniya barəsində danışırıq biz. NLRP inflamazon yadınızda saxlayın. Sarkopeniya ilə
əlaqəli iltihab asılılıqları proseslərində biz bütün bu mexanizmlərdən gec-tez görürük ki, onlar əzələ degenerasiyasına səbəb olur. Bəzi eksperimentlərdə enalapi inflamazomun fəaliyyətinin dayandırılması bu əzələ atrofiyasının qarşısını azalır. Piroptoz, proteolizis və apoptozun dayandırılması vasitəsilə və yenə də əgər bu inflamazom öz fəaliyyətini davam edirsə, xronik xəstəlik inkişaf edə bilər. Bu inflamazom bir çox patologiyalardan əlaqəlidir ki, bu xəstəliklər insan bədəninin istənilən toxumasına təsir edə bilər. Ürəkdir, qaraciyərdir, mərkəzi sinir sistemidir, bağırsaqdır, oynaqdır. Hər bir toxumaya bu inflamazomun hücumu ola bilər. Daha dramatik bir hal, daha dramatik məsələ odur ki, epitelial mezenkimal keçid nə deməkdir? Bu, nəzarət olunmayan aşağı dərəcəli infeksiyanın bir əlamətidir. İnflamazomun aktivləşməsinin əlamətidir. Bu, dramatik deyil, əslində tragik bir haldır. Biz aşağı dərəcəli xronik infeksiyanı biz iltihaba nəzarət eləməsək, mezenkimal epitelial hücrələr mezenkimal hücrələr çevrilir və mezenkimal hücrələr toxumanın içinə daxil olur. Ən yaxşı halda bu proses fibroza səbəb olur. Ən pis halda isə bu xərçəngə səbəb olur. Hazırda bütün elm bu konsepsiyaya yönəlibdir. Bu, iltihab və epitelial mezenkimal transformasiya, orqan fibrozuna və xərçəngin inkişafına gətirən yol. Bəli, fibroz və xərçəngin əmələ gəlməsi, bu da inflamazomun aktivləşməsidir. Çox maraqlı bir şeydir ki, EMT nəticə etibarıyla inflamazomu aktivləşdirir. Bu da müalicə olunmamış aşağı dərəcəli xroniki iltihabın bir prosesdir ki, o da telomerin uzunluğunun azalmasına səbəb olur. Telomerlər azalır. Bu da yaxşı bir şey deyil. Telomer müddətin kiçilməsi bu ömür uzunluğuna təsir edən bir şeydir. Mən sizə bunu deməklə sizi qorxudaraq diqqətinizi cəlb edirəm aşağı dərəcəli xroniki iltihabın müalicəsinin əhəmiyyətinə. Ona görə də mənim sualım belədir. Kiçik dozalı farmakologiya iltihabla bağlı xroniki xəstəliklərdə təsirli ola bilərmi? Yəni, biz iltihabla işləyərək cərrahi dəqiqliyi əldə edə bilərikmi? Cavab bəli. Qəti şəkildə biz bunu eləyə bilərik. Biz iltihabi prosesi xronobiologiyasına əsasən biz bütün bu prosesə təsir göstərə bilərik. Bu, farmakologiyadakı yeni bir mexanizmlər vasitəsilə eləyə bilərik. Yəni, biz siqnal molekullarına fizioloji dozalarla təsir edə bilmirik. Bu, konsentrasiyalar pikogram millilitr dərəcəsindədir. Çox maraqlı bir şeydir ki, bu konsentrasiya bədəndə olan homeostatik vəziyyətdə müşahidə etdiyimiz dozalara uyğundur. Mən bugün iltihab barəsində danışıramsa, bütün siqnal molekulları ən vaciblər onlardan sitokinlərdir və onların interleykinlərdir və interferonlardır.
Aşağı dozalı konsepsiyası hazırda aparıcı konsepsiyadır tip dünyasında. Biz bunun pionerləriyik və biz burada tək deyilik. Artıq bütün dünya bu barədə danışır. Minlərlə məqalələrin yalnız bir qismini siz burada görürsünüz. Məqalələr hər il çıxan yeni məqalələrdən bu danışırıq. Bütün dünyada Kanadadan tutmuş Avstraliyaya qədər hamı hazırda bu konsepsiya ilə məşğuldur. Ən son təhqiqatlardan biri göstərir ki, nə dərəcədə tibb dünyası bu məsələ ilə tanışdır. Aşağı dozalı interleykin 2 unipolar və bipolar depressiyada antidepressant potensiala malikdir. Yəni təhlükəsizlik, effektivlik və immunoloji biomarkerlər. Yəni tez-tez unipolar və bipolar xəstələr qarşımıza çıxır. Və SSRI müalicələrini aparsan ki, orada reaksiya ümumiyyətlə demək olar ki, ya aşağıdır, ya yoxdur. Niyə? Çünki bu vəziyyətin əsasını təşkil edən bədəndə və beyində olan iltihabi proseslərə sən təsir etməsən, başqa heç bir terapiya təsir etməyəcəkdir. Milan Universitetinin psixiatrlar qrupu ən vacib immunomodulator leykinin, interleykin 2 əhəmiyyətinin aşağı dozada yeganə müalicə üsulu kimi təklif edir. Yəni, bu xəstələrə interleykin 2 aşağı dozalarda verəndə xəstələr digər müalicə üsullarına reaksiya vermiş olur. Çox maraqlıdır ki, bizim dərmanlar çox maraqlı şəkildə birlikdə ənənəvi dərmanlarla aşağı dozalı dərmanlar birgə necə istifadə oluna bilər? Bu sahədə olan preklinik və klinik tədqiqatların bir çoxsunun yalnız az bir qismidir ki, mən onu sizə göstərirəm. Mən ümid edirəm ki, mən çox belə emosional çıxış etmirəm. Bəli, əgər biz bunu artıq dərk eləmişiksə, artıq burada farmakologiya olmasa da bütün təbabətdə paradigm dəyişikliyi baş verir. Hörmətli dostlar, biz artıq tipik hazırda hər yerdə gəlmiş reduksionist, yəni orqanların bir ayrı-ayrıqda müalicəsi ilə məşğul olan sistemdən kompleks sistemə keçirik. Bu da Profesor Robert Arnold sayəsində baş veribdir ki, o 80-cı illərdə psixoloji endokrinologiyada bu məsələni ortaya qoydu. Hazırda dünyada bütün tibb təhsil ocaqlarında insan bədəni kompleks sistem kimi araşdırılır ki, bu da bir-biri ilə əlaqədə olan hüceyrə şəbəkələri kimi başa düşülür. Bədəndə neçə hüceyrə var? 2014-cü ilində İnsan Annals of Human Biology jurnalında bir məqalə çıxdı ki, bizim bədənimizdə 40 milyard hüceyrə mövcuddur. Və təsəvvür edin ki, 40 milyardın hər birisi bir-biri ilə əlaqəlidir. Və xəstəliklər bu əlaqələrin pozulması üzündən üzə çıxır. Farmakologiya baxımından biz həmən bu əlaqələri bərpa etməliyik. Çox maraqlı bir şeydir ki, hüceyrələr arası iki tərəfli əlaqə var. Yəni bu internet kimi bir şeydir. İnsan interneti deyək ki, burada bütün hüceyrələr bir-birindən əlaqəlidir. Çox gözəl bir toxuma var. Bu birləşdirici toxumadır ki, biz onu bugün ekstrasellər matrix adlandırırıq. Sizə bir video göstərmək istəyirəm. 2006-cı ilin Nature
kanalındandır. Burada biz iki hücrenin bir-birindən danışdığını görürük. Bu tədqiqatın şedevr nöqtəsidir. Mikroskopiyadan biz şəkilləri görürük. Burada fibrinlərin mikroborucuqlarıdır. Görürsünüz ağ ləkələr, belə deyək, bir hücrədən o birisinə gedir. Bu serotonin ola bilər, ya dopamin ola bilər, belə estradiol ola bilər. Ki, bir hücrədən o birisi hücrəyə düzgün fəaliyyət təlimatları gəlir. Yəni, hücrələr bir-biri ilə danışır və özünüzün əl telefonunuzda siqnal itəndə dəli olursunuz, eyni şey də hücrələrdə baş verir. Yəni, terapevtik nöqteyi nəzərdən biz insan internetinin bərpa edib onun fəaliyyətini təmin etməliyik. Bu da ekstraselülər matriksdir. Bu da göy rəngdə olan bir sahədir. Ekstraselülər matriksin plastikliyi çox vacibdir. Yəni, plastiklik bu əsas şərtdir ki, bütün bioloji funksiyalar təmin edilsin. Günün 24 saatı ərzində bizdə dəyişiklik baş verir. Sol və gel fazaların bir-birinin əvəz etməsini biz görürük. Bu, bizim ekstraselülər matriksin yin and yang konsepsiyasıdır. Biz toksik vəziyyətdəyiksə, məsələn, ətraf mühitin çirklənməsinə görə biz proinflamator insitokinləri bizim bədənimizdə artır. Burada reaktiv oksigen maddələrin proliferasiyası baş verir. pH azalır bütün metabolik triggerlərdə və sol mərhələsinin davamlı olduğunu biz müşahidə edirik. Bu da yaxşı deyil. Bu da kəskin iltihab deməkdir. Bu da davamlı iltihab prosesə keçə bilər və bədən də bunu nəzarət eləməyə çalışır ki, bunu aşağı dərəcəli xroniki iltihaba çevirməklə. Əsasən interleykin 6 ilə bunu aparır. Yəni, burada bu göy sahə artır və fibrozlaşma da baş verir. Yəni, ekstraselülər matriks öz plastikliyini itirir. Mən sizə deməklə bunu eşitmək çox ağırdır. Mən sizə ilk tövsiyə edəcəyim dərman vasitəsi budur. Xroniki xəstənin müalicəsini aparmaq istəyirsinizsə, bu da çox komponentli, aşağı dozalı Gunamatrixdir. Multikomponent bir dərman vasitəsidir ki, dediyim kimi, və mən 3 əsas komponenti burada vurğulamışam. Piragenin, bu çox vacib və homeopatik dərmandır. Gyaluronidazıdır və interleykin 6'dır. Uzun sözün qısası, piragen, interleykin 6 və gyaluronidasa Gunamatrixin içində əsas aparıcı maddələrdir ki, o ekstraselülər matriksin plastik vəziyyətdə saxlayır. Və mən tam əminəm ki, ECM-in plastikliyi bu xəstəliyin profilaktikasıdır. Alimlər kimi biz datanı üzə çıxartmalıyıq. Bu da Gunamatrixin insan dermal fibroblastlarına olan təsirini göstərir. Bu qırmızı sahədə biz görürük ki, Gunamatrix hidrolitik enzimlərin metaloproteinaza 3 enzimlərini artır və kolagen 3-cü tip kolagenin həcmini azaldır ki, kolagen 3 fibrozun
əmələ gəlməsində iştirak edir. Dediklərimi yadda saxlayın və heç vaxt unutmayın ki, əgər biz xüsusilə xronik xəstələrin müalicə edirsə, Qunamatrix bizim çox güclü alətimiz ola bilər. Ardıcıl olaraq 2 ay gündə 2 dəfə 20 damcı istifadə edilməlidir. Uşaqların müalicəsində dozanın 6 yaşına qədər olan uşaqlarda bu dozanın yarısı gedir. Hücrələr bir-biri ilə necə danışır? Bizim internetimiz hardadır? Bəli, ekstrasellər matriksdə. Amma başqa bir sual. Bu hücrələr bir-biri ilə necə danışır? Dediyim kimi, xüsusi siqnal molekulları var. Əgər siz siqnal molekulları konsepsiyasıları tanış deyilsinizsə, baxın, onlar sözlər kimi qəbul edə bilərsiniz. Yəni, bu molekullar sözlərdir ki, onlar vasitəsilə hücrələr bir-biri ilə danışır və insan fiziologiyasını təmin edilir. Bəli, onlar bədəndə fizioloji aşağı dozalarda mövcuddur. Onların konsentrasiyası dəyişsə, onlar çox artsa və ya çox azalsa, onda iltihab, autoimmun, allergik reaksiyalar və xəstəliklər baş qaldırır. Yəni, hücrələr danışır, amma bu söhbət tam danışdıqdan söhbət getmir. Onlar pıçıldaşırlar bir-biri ilə. Yəni, çox aşağı, az danışandılar. Belə deyək, və sakit danışırlar. Bu, sub-nanomolar konsentrasiyadır. Bu isə bizim laboratoriyada hazırladığımız maddələrdən. Yəni, biz fizioloji konsentrasiyaları formalaşdırırıq ki, pikodetentoqramlar konsentrasiyasında olan molekulları biz laboratoriyalarda əldə edirik. Bu, konkret konsentrasiyalardır. Təsəvvür eləyin ki, öz konsentrasiyasına uyğun olaraq bu sentrokinlər müxtəlif rollar oynayır. Ya onlar bədəni qoruyur, yəni dərman ola bilər və ya patogen təsirə malik ola bilər. Yəni, əsas bir çox xəstəliyin əsas etioloji amilinə çevirə bilər. Biz çoxlu tədqiqatlar keçirmişik. Böyük vəsaitlər sərf eləmişik ki, biomolekulyar biologiya nöqteyi nəzərdən dozaları müəyyən edirik. Bəli, orada hücrələr var, onların reseptorları var və burada konkret hücrə daxili xüsusi mexanizmlər vasitəsilə fəaliyyət göstərir. Dostlar, mən nəyi sizə demək istəyirəm ki, yadda qalınsın məlumat budur. Söhbət tək dediyin sözün mənasından getmir. Eyni zamanda hansı həcmdə məlumatla sən o sözü, mesajı ötürürsən. Ona görə də sizə göstərəcəyim, xüsusilə sizə göstərəcəyim dərmanların dozası və onun dozalanması çox mürəkkəbdir. Təsnifat baxımlar onlar biotexnologiyalar sayılır. Yəni, burada çox dəqiq konsentrasiya var. Pikoqramlardan söhbət gedir. Onlar da belə bir formada formalaşır ki, onlar ardıcılıq kinetik aktivasiya sistemi vasitəsilə. Biz bunu dərmanları belə istehsal edirik. Bizim yanaşmanın, təsəvvürlərin dağıdılması, dəyişməsi üçün əsas vacib məqamlardan biri də odur ki, T-helper yarım qrupunun disbalansıdır bizim xəstəliklər. Və burada nəticə olaraq siqnal molekulların konsentrasiyasının dəyişməsi baş verir. İltihabdan biz danışırıqsa, biz diqqətimizi sitokinlərə, hansılar ki, immun sisteminin əsas aktyorlarıdır, onlara yerinə yetməliyik.
Homeostatik vəziyyətdə bütün TH elementləri, tekelpillər hamısı bir-birindən tarazlı vəziyyətdədir. Yəni adaptiv sistemdən biz danışırıqsa. Və bu halda düzgün konsentrasiyada olsalar, yəni fizioloji konsentrasiyada olsalar, onlar gözəl təsir göstərir. TH1 və TH17. Bu da immunostimulyasiya mexanizmləridir. TH2 və TH-REG onlar sitokinlərdir ki, onlar immunomodulyasiyada iştirak edir. Tarazlıq varsa bu fiziologiyadır. Bu normal vəziyyətdir, bu sağlamlıqdır. Amma hər hansı bir səbəbdən, hər hansı bir trigger vasitəsilə eyni sitokinlərin konsentrasiyası dəyişirsə, həcmi artırsa, onların fəaliyyəti artıq fizioloji çərçivələrdən çıxır və daxil olur patoloji çərçivəyə. Onlar iltihaba səbəb olur. Bu artıq pisdir. Onlar artıq olurlar pis uşaqlar. Sizin xəstələrinizdə ki, kəskin və xronik iltihab problemləri var onlarda vəziyyət budur. Kliniki problem indi ondan ibarətdir ki, həmən bu tarazlığı biz necə bərpa edə bilərik? Yox, bu qırmızı tərəfi biz ləğv eləmirik, onların funksiyasını dayandırmırıq. Biz bu tarazlığı bərpa eləməliyik. Bizim üsullara görə biz homoloji sitokinlərin biz aktivləşdirmək istəyiriksə, biz eyni sitokinlərin istifadə edirik və antagonist sitokinləri istifadə edirik. Yəni, iltihaba səbəb olan interleykinlərin baş qaldırdığı halda da onlara qarşı, onlar da məlumdur, onları biz azaldırıq. Yəni, çarpaz tənzimləmə, interleykinlərin çarpaz tənzimləməsi aparılmalıdır. Bu, müasir farmakologiyadır. Bu, yeganə bir vasitəsidir ki, biz dərmanlarla cərrahi dəqiqliyi əldə etmiş oluruq iltihabın müxtəlif mərhələlərində. Mənim mühazirəmin praktik hissəsi də elə bundan ibarətdir ki, biz bizim məhsulların təsiri ilə tanış olaq. İltihab qutardı. Mənim heç bir şübhəm yoxdur ki, istənilən xəstəliyin əsası iltihabdır. Biz prosesə nəzarət eləyə bilsək, onda biz nəsə yaxşı bir şey eləyə bilərik. Sizin xəstələrin hamısında iltihab hücumu baş verdiyi üçün, məsələn, çirklənmə hər il bizim planetin çirklənmə dərəcəsi artır. Chicago Universitetinin hər il dərc etdiyi məlumata görə hava çirklənməsinin təsiri bizim ömrümüzün 2,3 ilini əlimizdən alır. Bu, qorxuducu bir şeydir. Əgər siz inanmırsınızsa ki, hava çirklənməsi və ümumiyyətlə çirklənmə bizə belə təsir göstərir, Neurology jurnalında belə bir məqalə var ki, artıq sübut olunubdur ki, hava çirklənməsi ilə insult arasında gözəl bir əlaqə var, güclü bir əlaqə var. Mən İtaliyadanam. Scientific Reports jurnalında dərc edilmiş bir məqalə göstərir ki, uşaqlarda olan spektrum xəstəliklər bu əsasən yüksək çirklənmə dərəcəsi olan bölgələrdə baş verir. Məsələn, İtalyan cənubunda. Və kəskin müxtəlif maddələrə məruz qalma kognitiv funksiyaların azalmasına səbəb olur.
4 saat ərzində bu təsir varsa, iltihab mexanizmindən asılı olmayaraq kognitiv funksiyalar pozulur. Ekspazomdan başqa, yəni bir qədər daha açıq şuurlu olaq, interaktoma deyilən, yəni ki, ünsiyyət mexanizmləri də iltihaba səbəb olur. Yəni, sosial münasibətlər insanlar arasında çox vacib bir şeydir. Mənə elə gəlir ki, siz mənimlə razılaşarsınız ki, münasibətlər getdikcə pisləşir. Çox xoşuma gələn bir məqalədir. 2013-cü ilin məqaləsidir. Interleukin 6 burada göstərir ki, bu ən vacib xroniki iltihab markeridir. Lakin progresiv, mənfi emosional vəziyyət artdıqca onun təsiri getdikcə artır. Bu məqalədə göstərilir ki, nə qədər mənfi emosiyalar çoxdursa, bir o qədər də Amerikada iltihab səviyyəsi artır. Yaponlar gün ərzində meditasiyalar eləyir və meditasiya vasitəsilə onlar bədənlərdə olan negativ emosiya səbəbindən əmələ gələn iltihabları azaldır. Yəni, nə dərəcədə bu vacibdir? Biz dəqiq bilməliyik ki, biz bu hallarla qarşılaşırıq. Bu başqa bir gözəl məqalədir. Bu məqalədə bizə deyir ki, millət, uşaqlarda, uşaq yaşlarında kəskin emosional problemlər həyatın axırına qədər bu problemləri yaradır. CRP-dir, interleukin 6-dır, eritrositlerin çökmə dərəcəsi uşaqlarda, uşaqlar sevilməyəndə, onlara nəvaziş göstərilməyəndə, onlarda bu göstəricilər artır. Bu da neurodegenerativ xəstəliklər, kardiovaskulyar xəstəliklər deməkdir. Yəni, uşaqları sevərkən biz iltihabın profilaktikasını aparırıq. Burada iltihabda molekulyar və hüceyrəvi sürülər, mediatorlar var. Gözəl bir slayddır bu. Biz görürük ki, hər şeyin başında interleukin beta artdığına görə burada səbəb olur. Orta hesabla 48 saatdan sonra interleukin 1 beta, interleukin 6 ilə əvəz olunur. 3-4 gündən sonra, iltihabın başlandığı andan 3 gündən sonra digər interleukinlər cəlb olunur, lakin TGF-beta və interleukin 10 onlar hüceyrələrin bərpasına işləyir. Niyə interleukinlər vacibdir? Çünki onlar müxtəlif mərhələlərdə öz təsirini göstərir, öz işini görür. Biz eyni zamanda hüceyrə mediatorlarında çox gözəl bilirik. Makrofaglardır. Fenotip M1 ilkin mərhələdə. Fenotip M2 isə ən son mərhələdə işə düşür. Hər bir mərhələ üçün bizim müvafiq dərman vasitəsi var. Erkən mərhələlərdə iltihab başlayırsa, Guna anti-interleukin 1 var. Növbəti mərhələ üçün və bütün xronik hallarda Guna interleukin 10-dur. Və toxumanın bərpasını biz əldə eləmək istəyiriksə, Guna TGF-beta və sizin ölkədə kolagen, inyeksiya formasında kolagen var ki, siz bu məqsədlərlə bunu istifadə edə bilərsiniz. Xülasə, immunoloji baxımdan kəskin və xroniki hallarda, kəskin hallarda nə baş verir? İnterleukinlərin həcmi artır, xüsusilə 1 beta. Onlara qarşı siz təsir göstərməlisiniz. Niyə? Çünki gözəl də bilirsiniz ki, interleukin 1 artanda
bədəndə It is not a ağrı və painkiller, hərarət but for əmələ sure gəlir. a Əgər pain siz controller, and it is ağrına, very ağrı ilə effective. məşğul olmaq istəyirsinizsə, Just know bunu that interleukin 1 interleukin 1, he is the interleukin which is Çünki released and it is nəzarət and it acts müalicə on the, preparatı ola bilər. Bu ağrı peripheral kəsici deyil, nerves, ağrıya nəzarət edən dərmandır. provoking the İnterleukin 1 transmission of əmələ pain gəlir towards the central nervous və system. periferik And sinirlərə it is təsir edir. unbelievable that it is active Nəticə in a etibarilə concentration of attomol. ağrı That's the mərkəzi reason sinir why sisteminə our doğru medications are so effective, ötürülür. because they are enough concentrated to counteract this Attomol kind konsentrasiyasında of bu baş verir. concentration Ona görə in də the early bizim dərman phase vasitələri of o the qədər pain effekt verir. Çünki orada transmission. yetərli According konsentrasiya to the var ki, cross-regulation principle, antagonists interleukin opposing cytokine artmış in order to konsentrasiyasını counteract interleukin sovuşdursun. 1, Xüsusilə we use iltihabın anti-interleukin ilkin, kəskin 1. mərhələlərdə. It is a Yəni medication antagonistik under prinsip the form əsasında of drops, and it's sizdəkinlər beautiful interleukinə qarşı biz onu istifadə edirik. Bu blocking anti-interleukin interleukin 1-dir. 1, we are blocking at the beginning all damcılardır. the signaling pathways Ağızdan led qəbul olunur. by interleukin 1, which İnterleukin 1-in bloklamaqla lead to the biz activation of prosesin COX-2, başında prostaglandin, nitric oxide. That's really an interleukinin interesting birinin way to control acute COX-2, inflammation. prostaglandin, The nitrik medication is very turşunun, easy to oksidin use. Oral aktivləşməsinin qarşısını almış 20 olur. drops twice Bu a da day. kəskin But even more iltihabının interesting is the use nəzarət acute, edilməsi üçün çox where we vacibdir. normally recommend 10 drops Peroz every 30 damcılardır. minutes Gündə 2 dəfə 20 until damcı. acute symptomatology will disappear. Xroniki We hallarda have da bu some sorun, amma evidence, I show you kəskin very hallarda shortly some biz of them. In hər this 30 dəqiqədən bir case is, 10 damcını tövsiyə edirik ki, treatment kəskin of simptomlar patients with itənə qədər. chronic gout already treated with Çox qısaca, colchicine qısa and bir müddətdən allopurinol. sonra mən sizə In this nəticələri case, you göstərəcəm. see that Məsələn, the arrow, when we insert in the Colchicine və therapeutic allopurinol'la, protocol, allopurinol chronic, and colchicine, good anti-interleukin 1, tiroid vəzi xəstəliklərində biz hansı nəticələri əldə the edirik? good trend in controlling the pain, you see the Qona anti-interleukin 1, VAS scale. xronol və And after colchicine 24 weeks, istifadə patient etməklə didn't have biz more həm ağrıya, pain. This is a pilot study, but already, as you can see by the p-value, significant. yaxşı nəzarət edilir və 24 həftədən sonra ümumiyyətlə heç bir ağrı qalmır. Burada P göstərici əhəmiyyətlidir bu tədqiqatda. Biz bilirik nədən Qona anti-interleukin 1-də çox effektivdir. Çünki biz periferik sinir sistemindən transmissiyanın qarşısını almış oluruq və əsasən də biz periferik sinir sistemində pi maddəsinin əmələ gəlməsinin qarşısını almış oluruq. Məhz bu mərhələdə bizim dərman vasitəmiz təsirini göstərir. Xroniki iltihab hallarda biz nələr edə bilirik? Bu halda əsas təsir edici mexanizm artıq interleukin 1 deyil, bu interleukin 6-dır. Xroniki iltihabın triggeri interleukin 6-dır. Əfsuslar olsun ki, yəqin ki, sizin xəstələrin 70%-i aşağı dərəcəli ya aşağı səviyyəli xroniki iltihab vəziyyətində gəlir. Biz interleukin 6-nın aşırı ekspressiyasına nəzarət edə bilirik. Yəni, burada farmakoloji mexanizmlərdən söhbət gedir. Interleukin 6 fibroza səbəb olur. Mən çıxışımın başına qaydıram. Əgər biz fibroza təsir etmək istəyiriksə, biz Quna matrix və Quna interleukin 10 barəsində düşünməyə bilmərik. Çünki bizim TH-lar və interleukinlər arasında olan əlaqələri biz nəzərə görsək, antagonistik interleukin üçün interleukin 6-da antagonist interleukin 10-dur.
və müasir təbabətdə interleukin 10 xroniki xəstəliyin inkişaf etməsinin qarşısında duran bir alternativdir. Interleukin 10 ailəsinə aid olan sitokinlərin hədəflənməsi bu insan xəstəliklərin müalicəsi ola bilər. Yəni bu bizim şirkət yeganə şirkətdir ki, bu maddəni istehsal edir. Bu Quna interleukin 10'dur. Oral damcılardır ki, mən sizə məsləhət görərdim, siz istifadə edəsinizsə. Bu skeminə görə gündə 2 dəfə 20 damcı. Təxminən 4-6 ay ərzində. Bunu da bizim tədqiqatlarımız var ki, bu çox gözəl nəticələr verir. Anti-interleukin 1 və interleukin 10 osteoartritdə belə gözəl nəticə verir. Bu iki dərman vasitəsi osteoartriti dayandırır, erozif osteoartritə son qoyur. Həm dizdə belə bu gözəl nəticə verir. Bu əldə və dizdə olan osteoartriti olan xəstələrdə bu kombinasiya gözəl nəticə verir. 4 həftə, 12 həftə, 24 həftə ərzində nəzarət göstərmişdir ki, ağrının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Anti-interleukin 1'in və interleukin 10'un iltihab əleyhinə təsiri ayrıca kultural müayinələrdə də, sinovesitlərdə və kontrositlərdə də sübut olunmuşdur. Bu mürəkkəb bir slayddır. Burada interleukin 1 və interleukin 6'nın ekspresiyasına nəzarət təmin edilir. Və immunoblotlar da IKB onlar da artmış olur. Məsələn, əgər xəstədə osteoartrit var, onda çox gözəl yanaşmadır. Quna anti-interleukin 1, üstəgəl Quna interleukin 10. Hərəsindən 20 damcı gündə 2 dəfə 4-6 ay ərzində. Fibromiyalgiyada çox gözəl nəticələrimiz var. Bilirsiniz ki, interleukin 6 çox belə əhəmiyyətli rol oynayır ağrıda, yorğunluqda, depressiya və yuxu pozulmalarında. Amma siz artıq gördünüz ki, biz interleukin 6'ya biz nəzarət edə bilirik. Fibromiyalgiyada biz gözəl bilirik ki, aşağı dərəcəli xroniki iltihab hardadır? Bu beyindədir. Bu qırmızı sahələr görürsünüz beyində. Bu xroniki ağrının mənbəyidir. Amma siz bilirsiniz nə etmək lazımdır. Interleukin 1 və 6'ya qarşı təsir edir. Burada yəni ki, o dərəcədə onların həcmi artmışdır ki, fibromiyalgiya əmələ gətirir. Quna anti-interleukin 1 və Quna interleukin 10'dur. Burada ağrıya da nəzarət olacaqdır. Quna anti-interleukin 1 necə P maddəyə təsir edir? Çünki P maddəsi ağrı siqnalının ötürülməsinə səbəb olur. Bunlar da bir-birinə təsir edir. Ağrı varsa stres var. Stres varsa ağrı artır. Stres artır. Ən vacib neyrotrofin əmələ gəlməsini azaldır. Bəli, beyində neyrotrofik maddələr əmələ gəlir ki, onlar da sinir sisteminin plastikliyini təmin edir, sinapsların plastikliyini təmin edir.
hər ikisinin normal fəaliyyətinə müsbət təsir edən maddələrdir. Eyni zamanda bu kognitiv pozuntulara da gətirə bilər. Ona görə də bu xəstələr, fibromiyalgiya olan xəstələrdə nəticə etibarilə kognitiv və yaddaş pozuntuları olacaqdır. Guna yeganə şirkətdir ki, ağız damcıları formasında Guna BDNF neyrotrofik faktordur bu. Çox tövsiyə edirəm bu dərman vasitəsini. Çünki əfsuslar olsun ki, bu gələcəyin dərmanıdır. Niyə? Çünki hazırda iltihabi triggerlər bizi daim hücum edir. Hamınız burada iltihab prosesini yaşayırsınız və biz iltihaba nəzarət eləməliyik. Guna BDNF xüsusilə bunun üçün istehsal olunur. Çox maraqlı bir şeydir, şəklini çəkə bilərsiniz. Fibromiyalgiya xəstələri biz belə müalicə etməyi təklif edirik. Guna interleukin 10 plus Guna antileukin 1 üstəgəl Guna Matrix və Guna BDNF. Əfsuslar olsun sizdə Guna beta-endorfin yoxdur sizdə. Amma problem deyil, çünki Guna interleukin 10 Guna beta-endorfinin funksiyasını yerinə yetirir. interleukin 10'la və interleukin 1 ilə Guna Matrix-lə və BDNF-lə siz bu müalicəni apara bilərsiniz. Son 3 dəqiqə ki məndə qalıbdır. Mən bu yolun sonunu keçmək istəyirəm. Ümumiyyətlə, bütün xroniki xəstəliklərin əsası olan xroniki iltihab vəziyyəti üçün Guna TGF-beta 1-dir. Bu bir dərman vasitəsidir ki, əgər siz, məsələn, toxumaların bərpasını və remodulyasiyasını təmin etmək istəyirsinizsə, bunu istifadə edə bilərsiniz. Yəni, iltihab prosesinin son mərhələsində. TGF dərmanı nəyə görə bizim tərəfindən çox yaxından araşdırıb və tövsiyə olunur? Çünki bu, restitusiya integrum vəziyyətini təmin edir. Yəni, matriksdə kollageni bərpa edir. Ona görə də Guna TGF-betanı biz toxumanın histoloji tamlığını bərpa eləmək üçün bunu tövsiyə edirik iltihabi proses soğuşanda. Buna amma qəbul qaydalarına riayət eləməkdir. Gündə 2 dəfə 20 damcı, ən azı 2-4 ay, yaxşı olar ki 4 ay və xəstənin vəziyyətinə görə daha sonraki təyinatlarda limit yoxdur. Bugün mən sizinlə bunu paylaşmaq istədim ki, siz biləsiniz ki, bu mürəkkəb və dəqiq farmakologiya ilə nə edə bilərsiniz ki, bütün mərhələlərə, xəstəliyin bütün mərhələlərinə təsir edə biləsiniz. Və nəticədə xroniki xəstəliklərin iltihabi komponentinə siz təsir edə bilərsiniz. Təşəkkür edirəm diqqətinizə görə. Thank you, Professor Pera. Thank you for your time and also happy Easter. See you next time.